İnsan nə qədər gözəl ibadət eləsə, nə qədər ali dərəcəyə qalxsa, yenə də Allahın haqqını vermiş olmur. İnsan heç valideyninə nə qədər xidmət eləsə, onun haqqını vermiş olmur. O ki, qaldı, Allahın olsun. Ona görə deyir ki, sənə yaraşan əməl məndə yoxdur. Ah olsun mənə. Deyir, yox məndə bir əməl sənə şayəstə. Ah əgər əmalimə görə, əmal yəni əməlin cəmidir, əmalimə görə verə ədlün cəza mənə. Sən əgər ədalətinlə, ədlünlə məni başlasın mühakimə eləməyə, mən bədbaxt olma, ah olsun mənə. Yox məndə bir əməl sənə şayəstə, ah əgər əmalimə görə verə ədlün cəza mənə. İnsanı əslində rəhmətə qərq eləyən, ali məqama çatdıran insanın bu cür etirafıdır. Həqiqət, dildə yox ha, həqiqətən də etdiyi əməlləri heç bilə. Yəni ki, axı sənin müqabilində mən neyniyə bilmişəm? Və ona görə də bu əslində beytlər bir-birinə bağlı deyir, xof fi xətada mustaribəm. Mən əslində bu etdiyim xətalar ki var, onun qorxusu ilə mustaribəm, istirab içərisindəyəm, əziyyət içərisindəyəm ki, mən bu qədər xətalarım var. Deyir, xofi xətada, xəta günahdır, xof qorxudur, xofi xətada mustaribəm, yəni əzilmişəm, əzgin məziyyətdə, mustarib zərbə sözündən də, zərbə altında insan necə olar? Əzik-üzik. Deyir, xofi xətada mustaribəm. Amma bütün bunların içərisində var ümidikim, bir də ümidim var. Nə? Lütfün verə bəşarəti əfri əta mənə. Sənin lütfün iltifat eləməyin. Mənə əff və ətanın, bağışlanmağın və əta etməyin bəşarətin, yəni müjdəsin verər. Bəşarət müjdədir. Deyir, xofi xətada mustaribəm var ümidikim, lütfün verə bəşarəti əfri əta mənə. Mən bilməzəm mənə gərək sən həkimisən. Gör, nə gözəl deyir. Mən bilmirəm, mənə lazımdır. Hikmət sahibi sənsən. Çünki hikmət sahibi olan Allah hər bir, istər əşyanın, istər hadisənin görünən tərəfində görür, görünməyən tərəfində. İnsan həmişə əşyanın ya hadisənin görünən tərəfini görür. Görünməyən tərəfində nələr baş verir, onu görə bilmirik biz. Biz evi görmürük qapı döyəndə. Ona görə deyir ki, sən hikmət sahibisən. Mənə nə lazımdır, mən onu bilmərəm. Mən bilməzəm mənə gərəgin, sən həkimisən. Mənə eylə, mənə mani sözündəndir, yəni qadağan. Mən eylə, vermə hər nə gərəkməz sənə mənə. Sənin xoşluğun